mədə bağırsaq problemi varsa, qara küncüt mürəbbəsi. Naxçıvandan mənə gətiriblər. Mən ilk dəfə həyatımda görürəm, mən görməmişdim. Orada çaya tökürsən, əməli başlı yağıllıq. İndi Bakıda hər yerdə ağ küncüt görürəm. Qara küncüt mən gördüm ki, çox gözəl dadı var. Çaya qatırsan, içirsən. Sonra soyuq dəymən varsa, təbii ki, Arzu xanım düzdür, zoğal mürəbbəsi, qırmızı moruq mürəbbəsi. Zoğal mürəbbəsini dərman kimi bilirik. Qırmızı moruq mən də mürəbbəsi. dərman kimi, yoxsa belə istifadə edirəm. Sonra cökə. Yox, o mürəbbəyə getmədi, cökə çay deyəcəkdi. Sonra mürəbbələrdən başqa nə? Sevimli mürəbbələrdən də mən qarpız, yenə Ordubaddan gələn qarpız mürəbbəsini xoşlayıram. Ondan şaftalı mürəbbəsini. Məncə o xeyri yoxdur. Ən xeyrisi ərik, ürək xəstələri üçün ərik mürəbbəsi.